Yalnız söz birləşməsindən ibarət cümlədir. Bilirik ki, söz birləşməsi iki və daha artıq sözün birləşməsindən əmələ gəlir və ayrı yazılır. Biz cümlədə bir cümlənin yalnız söz birləşməsindən ibarət olduğunu necə bilərik? Cümləni sintaktik təhlil eləyək və ona əsasən tapaq. Qonşumuz Azərbaycanın milli qəhrəmanıdır. Kimdir? Azərbaycanın milli qəhrəmanıdır. Kim qonşumuz? Bu cümlədə xəbər söz birləşməsindən ifadə olunubdur. Azərbaycanın milli qəhrəmanı mürəkkəb addır. Mürəkkəb adlar da söz birləşməsi formasında olur. Amma mübtədamız sözlə ifadə olunubdur. Söz birləşməsindən ifadə olunmayıbdır. Ona görə biri çıxaq. Sizin əsərləri həvəslə oxuyanlardanam. Kiməm? Həvəslə oxuyanlardanam. Nəyi? Sizin əsərləri. Burada demək, xəbərimiz həvəslə oxuyanlardanamdır. Fe'li sifət tərkibindən ifadə olunubdur. Oxuyan fe'li sifətdir. Özündən əvvəlki sözü özünə tabe eləyibdir və fe'li birləşmə ilə gətiribdir. Sizin əsərlər də ismi birləşmədir. Demək, ikinci cümləmiz yalnız söz birləşmələrindən ibarət cümlədir. Qarabağ komandasının ən çılğın azarkeşlərindəndir. Burada Qarabağ komandası söz birləşməsidir. Komandasının azarkeşləri. Yəlik üstə gələk mənsubiyyət. Demək, Qarabağ komandası, Qarabağ qeyri-müəyyən yəlik aldı. Komandası mənsubiyyət şəkilçili sözdür. Belə birləşməni biz bütöv götürməliyik, parçalamamalıyıq. Komandasının yenidən yəlik al şəkilçili söz, üstə gələk azarkeşlər, mənsubiyyət şəkilçili söz. Belə birləşməni də bütöv götürməliyik, parçalamamalıyıq. Demək, bu cümlə yalnız bir dənə xəbərdən ibarətdir. O da söz birləşməsindən ifadə olunubdur. Ona görə üçü də götürürük. Ətraf mühiti qorumaq lazımdır. Lazımdır xəbər. Nə? Ətraf mühiti qorumaq. Dördüncü cümlədə ətraf mühiti qorumaq söz birləşməsidir. Məsdər tərkibidir, amma lazımdır predikativ sözdür. Ona görə 4-ü götürmürük. Cavabımız olur 2 və 3 Y variantı.